2008-ci il böhranından sonra dollar davamlı yüksələn trendə daxil olmuşdur. Bu artım bir neçə faktorla şərtlənirdi. Dolların dünya ehtiyat valyutası statusu, kapitalın təhlükəsiz limana qaçışı, ABŞ-ın bank sistemi və likvidliyi dəstəkləyən Fedin aqressiv siyasəti. Təxminən 17 il ərzində bu trend pozulmadı. Bütün korreksiyalar maksimaların yenilənməsi ilə bitirdi və dollar qlobal maliyyə sistemində dominant mövqeyini qoruyurdu. Lakin 2025-ci ildə qrafikdə həyəcan siqnalı peyda oldu. Başlanğıcını 2008-ci ildən götürən uzunmüddətli yüksələn trend xətti qırılmış oldu. Bu, olduqca nadir və vacib hadisədir. Texniki analizdə bu cür qırılmalar tez-tez müvəqqəti korreksiyaya deyil, qlobal trendin dəyişməsinə işarə edir. Qırılmadan sonra qiymət trend xəttindən yuxarı sürətlə qayıda bilmədi. Hər sıçrayış əvvəlkindən daha zəif oldu, eniş zamanı həcmlər artmağa başladı. Bu onu göstərir ki, iri bazar iştirakçıları tədricə dollardan çıxırlar.